Bismillahirrahmanirrahim. Ramazan Risalesi 4-cü nöqtə. Ramazan-ı Şərifdəki oruc, nəfsin tərbiyəsini baxdığı cəhətindəki çox hikmətlərindən bir hikməti şudur ki, nəfis kəndini hür və sərbəst istər və öyle telaqq edər. Hatta mevhum bir rububiyyət və keyf-i muayyeşə hərəkəti fitri olaraq arzu edər. Hadsiz nimətlərlə tərbiyə olunduğunu düşünmək istəmiyor. Xüsusən dünyada sərvət və iqtidarı da varsa, qaflət dahi yardım etmiş isə, bütün qasibanə, hırsızcasına nimət ilahi hayvan gibi tutar. İşte Ramazan-ı Şerifdə ən zəngindən ən fakirə qədər hər kəsin nəfsi anlar ki, kendisi malik değil, memluktur, hür değil, abiddir. Əmir olunmaz səni adi və ən rahat şeyi də yapamaz, əlini suya uzatamaz deyə mevhum rububiyyəti qırılır, ubudiyyəti takınır. Hakiki vazifəsi olan şükrə girer.